1 nömrəli Körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə maraqlanır, balacalara xüsusi qayğı ilə yanaşırlar. Körpələr evinin 1930-cu ildə tikilən binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidən qurma işləri aparılıb. 2015-ci ilin mayın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Körpələr evinin açılışı olub. Daim nəcib təşəbbüsləri ilə seçilən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onların savadlı olmasına xüsusi diqqətlə yanaşır. Beləliklə də gələcəyimiz olan uşaqlarla bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Sonra birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva bir saylı uşaq evi sosial xidmət müəssisəsində oldular. Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər. Hazırda bir saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Onların təhsil və idmanla məşğul olması, sağlamlıqlarının təmin edilməsi üçün burada zəruri şərait yaradılıb. Müəssisənin sakinləri sevimli qonaqları olan birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmadı.
Heydər Əliyev fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır. Burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Heydər Əliyev fondunun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın 2 sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev fondu tərəfindən təşkil edilib, cavanlara mənzil və avtomobil hədiyyə olunub.